Bir qrup alim və həkim dünyanın müxtəlif yerlərindən birləşib bir körpəni xilas etmək üçün yarışır. Onların məqsədi yeni bir müalicə yaratmaq idi, həm də sadəcə bir uşaq üçün. Və bunu cəmi 6 aya bacardılar. Bu tibbdə ilk dəfə idi. Bu körpənin adı K.J. Muldoon idi. Gen redaktəsi nədir? Gen redaktəsi insanın DNT-sindəki, yəni bədənimizin təlimat kitabçasındakı səhv bir hərfi dəyişmək kimi bir şeydir. Necə ki, kitabda salam əvəzinə salamnın yazılsa, onu düzəltmək lazımdır. Bədəndə də müəyyən xəstəliklər məhz belə bir səhv hərf üzündən yaranır. Alimlər bu səhv hərfi tapıb düzəltməyə CRISPR adlanan üsulla nail olurlar. Bu, çox dəqiq bir qayçı kimidir. Lazım olan yeri kəsib düzəldir. K.J.'nin müalicəsində isə CRISPR-ın daha yumşaq və təhlükəsiz növündən istifadə edildi. Buna base editing deyilir. Bu, bıçaq kimi kəsmir. Sadəcə səhv hərfi dəyişir. Sanki qələmlə düzəliş edirmiş kimi. K.J.'nin problemi nə idi? K.J. doğulanda məlum oldu ki, onun bədənində CPS1 adlı vacib bir ferment işləmir. Ferment bədəndə iş görən balaca işçilər kimidir. CPS1 fermenti amoniak zəhərini təmizləməlidir. Amoniak isə bədən zülalı parçalayanda yaranan təbii tullantıdır. CPS1 işləməyəndə amoniak yığılır və bu uşağın beynini zədələyir. Çox körpə belə vəziyyətdə uzun yaşamır. Müalicə necə oldu? Həkimlər K.J.'nin DNT-sindəki səhv hərfi tapıb, onu düzəldən xüsusi bir dərman hazırladılar. Bu dərman yalnız K.J. üçün idi. Başqa heç kimdə işləməzdi. Terapiya tətbiq ediləndən sonra K.J.'nin amoniakı sürətlə düşdü, o daha az dərman içməyə başladı. Sağalmağa başladı. Ayağa qalxmağı, möhkəm qidalar yeməyi, addım atmağı öyrənir. Anası deyir ki, K.J. hər girdiyi yeri işıqlandırır. Bəs indi nə olacaq? Həkimlər bu üsulu daha çox uşağa kömək etmək üçün sürətləndirirlər. Artıq plan var. Eyni müalicə mexanizmi istifadə olunacaq, hər uşağın DNT-sinə uyğun sadəcə bələdçi molekul dəyişdiriləcək. Bu molekul dərmana deyir, gəl düzəlişi burada et. Bu dəyişiklik sayəsində müalicə 6 ay yox, 3-4 aya hazır olacaq. ABŞ-ın Səhiyyə Qurumu FDA artıq ilk müalicədən əldə edilən təhlükəsizlik məlumatlarını qəbul edib. Bu isə prosesi daha da sürətləndirəcək. Gələcəyin tibbi. Hazırda Amerika universitetlərində uşaqlar üçün fərdi gen müalicələri yaratmaq məqsədi ilə yeni mərkəzlər açılır. Hökumət bu sahəyə böyük pul ayırır. Mütəxəssislər deyir ki, gələcəkdə hər bir uşaq üçün özünə xüsusi hazırlanmış müalicə ola bilər. Nadirdən nadir xəstəliklər belə sağaldırıla bilər. Bu texnologiya tibb tarixində inqilabdır. Bir vaxtlar xəyal olan şeylər indi reallığa çevrilir. K.J.'nin hekayəsi tək bir körpənin xilas edilməsi deyil. Bu, minlərlə uşağın həyatını dəyişə biləcək yeni bir dövrün başlanğıcıdır.